Bugün qarışıq şəkildə həm nisbət, həm tənasüb, həm də faiz mövzusunun izahını verəcəm. Birinci başlayım faizdən. Faizdə birinci nə deyim? Ədədin faizinin tapılması. Ədədin faizini tapmaq üçün bir də var faizinə görə ədədin tapılması. Ayrı-ayrı qaydalar tətbiq olunur. Ədədin faizinin tapılması, məsələn, deyir ki, 20-nin 5%-ni tap. Belə olan halda verilmiş ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bu qaydamızdır. Bu nə oldu? Ədədin faizinin tapılması. 20-ni 5-ə vurub 100-ə böldük. Yox, əgər faizinə görə ədədi tapırıqsa, məsələn, 5% 20 olan ədəd. Baxın, birinci faiz gəldi. Faizinə görə ədədi tapırıqsa, bu zaman tərsinə gedirik. Yəni 20-ni 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Bu faizlə bağlı əsas qaydadır. Daha sonra faizlə bağlı bizim qarşımıza nə çıxa bilər? Məsələn, kəmiyyətlərin nisbətin faizlə ifadə edilməsi. Məsələn, deyək ki, sinifdə 10 dənə oğlan var. 30 şagirddir də, məsələn. 30 şagirddən 10 dənə oğlan varsa, deyir ki, oğlanların sayını, bütün sinifin sayına olan nisbətini faizlə ifadə edin. Baxın, nisbət onsuz da bölmə deməkdir. Deməli, oğlanların sayını bütün sinifdəki uşaqların sayına bölüb, faizə çevirmək üçün də 100-ə vurmaq lazımdır. Ümumiyyətlə, faiz varsa, faizə çevirmədən hansı ədədi faizlə ifadə etməyini istəyirsə, deməli, siz orada 100-ə vurmadan istifadə etməlisiniz. Çünki faizə çevirmək üçün bizə 100 lazımdır. Daha sonra gələk nisbətə. Nisbət asandır. Çünki nisbət nədir? Bildiyimiz bölmə. Məsələn, belə görürüksə bölmə şəklində nisbətdə biz bura 1 5K, 1 3K yazmalıyıq. Məsələn, 60-dırsa ədədim 60-a bərabər etməliyik cəmin. Və buradan K-nı həll edib tapmalıyıq. Daha sonra nəyi bilməliyik biz nisbətdən? Nisbətdə biri var düz mütənasib hissəyə ayırma. Düz mütənasib deyirsə, bildiyimiz kimi 5K, 3K kimi baxacaq. Məsələn, 60-dır da tutalım. Bərabər edəcək 60 yox, gəlin elə ədəd eləyək 40 bölünən olsun. 40-a buradan eləyər 8K bərabərdir 40. K da bərabərdir alınacaq. Edəcək 5. Bu bizdə mütənasiblik əmsalı adlanır. Yəni, K-nın bir adı mütənasiblik əmsalıdır. Bu düz bölünən hissəyə aiddir. Bir də var tərs bölünsə. Tərs bölünsə surətinə 1 artırırıq. Yəni, 5-də 1, üstə gəl 3-də 1. Mütləq yanlarına K-nı yazırıq. Bərabərdir. Gəlin, biraz buradan yazaq, rahat yerləşsin. Beşdə 1K. Üstə gəlinsin 3-də 1K bərabərdir 40-a. Tərs mütənasib hissəyə ayrılmışdır sözün veribsə. Burada da alınacaq. Ortaq məxrəcə gətirsək 15. Bunu 3-ə vurarıq. Bunu 5-ə vurarıq. Bu da eləyəcək 8K bərabərdir 40-a. Bunun altına 1 atırıq. Bu zaman nə alınır? Alınır 8K, yəni 8K-nı 1-ə vurduq 8K. Bir də alınır 15 vur 40. 40 ilə 8 gedir, qalır 5. K-nı da tapmaq üçün 15-i vururuq 5-ə. O da eləyir 75. Sonra aparırsınız. Ədədimin biri budur. Yəni K 75 daxil. 75-i bölürsünüz 5-ə. Digər ədəd tapmaq üçün də 75-i 3-ə bölmək lazımdır. Bu da nisbətlə bağlı deyəcəklərimdir. Tənasüb isə ən rahatıdır. Biri var düz mütənasiblik, biri var tərs mütənasiblik. Əgər kəmiyyətin hər ikisi də artırsa, bu düz mütənasiblikdir. Biri artır, digəri azalırsa, bu tərs mütənasiblikdir. Məsələn, deyirəm ki, bir sahada 10 dənə misal yazıramsa, 2 sahada nə qədər yazacağam? Əlbəttə ki, bir sahada 10 misal yazıramsa, 2 sahada yazacağım misalların sayı nə olacaq? Artacaq. Bax, bu da artdı. Deməli, bu da artacaq. Onda biz nə etməliyik? X misal, yəni nə etmək lazımdır? O zaman gedirəm, çarpaz vururam. Düz mütənasiblik çarpaz vurmaqdır. 1-i X-a vurdum, 1-i X, 2-ni 10-a vurdum. O da elədi, X bərabərdir 20. İndi gəl tərsi başa salaq. Tərsdə necə olacaq? Məsələn, deyirəm ki, 6
usta, 6 ustadır. Məsələn, neynirlər? 6 ustadır, 18 dənə stol düzəldir. 6 usta, 18 stol düzəldir. Əgər usta, məsələn, ustanın sayı artsa, təbii ki, düzəltdiyi stol da sayı artacaq. Gəlin belə deyək ki, 18 dənə stolu 6 saata düzəldirlər. 18 dənə stolu 6 saata düzəldirlər. Əgər işçinin sayın artsaq, 6 məsələn işçi olsun lap 18 saata düzəldirsə, 6 işçim 18 saata düzəldirsə, yəni 6 dənə işçi var əlimdə. 6 işçim 18 stol düzəldir. Tutalım ki, düzəldir bunu 2 saata. Düzdürmü? İndi biz elə qurmalıyıq ki, tərs olsun. Tərs olması üçün də, yəni necə olmalıdır? Biri artanda o biri azalmalıdır. Düzdürmü? İndi biri artdısa, bu birinin azalması üçün biz elə bir ehtimal düşünməliyik ki, bu azalsın. Gəlin heç işçi götürməyək. Hovuz boru götürək, rahat olsun. Məsələn, 4 dənə borudur. Havuzu doldurur 6 saata. Bəs 6 boru neçə saata doldurar? X saata. İndi baxın, borunun sayı artdı, düzdürmü? Borunun sayı artıbsa daha tez dolduracaq da, düzdürmü? Daha tez dolduracaqsa saat azalacaq. Biri artdı, biri azaldı. Deməli, bu tərs mütənasibdir. Tərs mütənasibi də qarşı-qarşıya vurmaq lazımdır. Yəni, 4'ü vururam 6'ya, bərabərdir 6 vurulsun x-a. Buradan da alındı, 4 bərabərdir x. Bitdi, getdi. Yəni, tərs mütənasibi ancaq məzmunundan tutmaq lazımdır ki, bu artır yoxsa azalır.